İyunun 13-də Bakı şəhəri 53 nömrəli tam orta ümumi təhsil məktəbində son zəng tədbiri keçirilib. Tədbirdə çıxış edən Bakı şəhər təhsil idarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova tədris ilində paytaxtın təhsil həyatında yadda qalan məqamlardan, həyatda keçirilən uğurlu layihələrdən və yeniliklərdən danışıb. Bu tədris ilində bizim Bakı şəhərində bir çox yeniliklərimiz olub. Əsasən rəqəmsal məktəb platformasını qeyd etmək olar. Bu platforma bütün məktəblərdə tətbiq olunub və əsas məqsədi ondan ibarət idi ki, məktəblərdə bir çox kərguzarlıq işinin elektronlaşdırılması, valideyn, məktəb, şagird arasında olan münasibətlərin şəffaflığının təmin olunması və tədris prosesinin elektronlaşmasından ibarət idi və layihə il ərzində çox uğurlu oldu və növbəti tədris ilində artıq Respublikanın digər regionlarında da tətbiq olunacaq.